2014-cü ilin oktyabr ayında səfərbərlik və hərbi xidmətə çağırış üzrə Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan Firdovsi, anasını və bacısını Allaha əmanət eləyərək, canından artıq sevdiyi vətəninə xidmətə yollanır. Xidmət müddətində yüksək döyüş hazırlığına, vətənpərvərliyinə görə manqa komandiri təyin olunur. Uşaq yaşlarından hər cür əzab-əziyyətə qatlaşan, ailəsini, yurdunu, elini, obasını hər şeydən üstün tutan Firdovsi, torpaqlarımızın yağı düşməndən azad olunması uğrunda canını fəda etməyə hər an hazır idi. Ona görə də mart ayının axırında xidmət müddəti başa çatsa da, hərbi hissədə qalıb, aprel döyüşlərində düşmənin Tərtər istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman böyük fədakarlıq göstərdi.